Dəriniz bədəninizi necə qoruyur? Dəri haqqında bilməli olduqlarınız. Dəri bədənimizi xarici təsirlərdən qoruyan ən böyük orqanımızdır. O, mikroblara, günəş şüalarına və müxtəlif zədələrə qarşı qoruyucu sədd rolunu oynayır. Dərinin sağlam qalması üçün kifayət qədər su içmək, düzgün qidalanmaq və şəxsi gigiyenaya diqqət etmək vacibdir. Günəş altında uzun müddət qorunmadan qalmaq dərimizə zərər verə bilər. Dəridə yaranan uzun müddətli və ya dəyişən səpkilərə, yaralara və ləkələrə laqeyd yanaşmaq olmaz. Dərimizi qorumaq həm sağlamlığımız, həm də ümumi həyat keyfiyyətimiz üçün əhəmiyyətlidir. Unutmayaq, sağlam dəri sağlam bədənin vacib göstəricilərindən biridir. Sağlamlığınızı qoruyun, çünki sağlam həyat xoşbəxt həyat deməkdir. Yeni faydalı videolar üçün Namiq Zeynalzadə TV-ni izləməyi unutmayın.